Mən uroloq, androloq uzman doktor Elgin Hacıyev YouTube səhifəmə xoş gəlmisiniz. Bugünkü mövzumuz ölkələrə görə penis boyları və eyni zamanda da istəklər. Dünyada bilinən bir şey var ki, bəli, Afrikada, Afrika xalqlarında cinsi orqan böyüklüyü doktor doğrudan da böyükdürmü, yəni uzundurmu? Bəli, uzundur. Statistik olaraq cinsi orqanların uzunluğu 16,4 santimdən yuxarıdır. Yəni Afrikanın genəlinə alınanda bu ölçülər Asiya ölkələrinə getdiyimizdə, yəni bu Asiya ölkələri dediyimiz, yəni Çindir, Vyetnamdır, Taylanddır, Yaponiyadır və s. Buralarda artıq cinsi orqanın ölçüləri təqribən 11,4-lərə qədər, 11,6-lara qədər düşür və bu statistik olaraq da doğrudan da ki belədir. Biz Azərbaycanlılar olaraq müəyyən qədər burada şanslıyıq, çünki bizdə cinsi orqanın ortalaması 13,2 santim olaraq tapılıb. Biz burada Türkiyənin ortalamasını tam yarım santim qabağındayıq. Burada bir dənə problem yaranır. Yəni Afrikada cinsi orqanın böyüklüyü artdıqca orada da xanımların da cinsi orqanı ona görə adaptasiya göstərir. Yəni Afrikalı xanımlarda, qadınlarda daha çox cinsi orqan vagina daha geniş və daha uzundur. Bu yəni bir növ bu qarşı cinsin orqanına görə adaptasiya olub. Biz Azərbaycan xalqı və yaxud bir Asiyalı bir bəy gəlib də bir Afrikalı xanımla ailə həyatı qurduğunda müəyyən qədər burada problemlərlə üzləşə bilərlər və biz eyni zamanda Azərbaycanın özündə də, yəni 1,60 boylarında bir bəy gedib də 1 metr 90 santimlik, 2 metrlik bir xanımla ailə həyatı qurmaq istəsə, təbii ki, burada bir müəyyən qədər bəzi çətinliklərlə üzləşə bilər. Çünki burada artıq boy artdıqca xanımlarda vaginanın dərinliyi və genişliyi də artır və burada da müəyyən qədər tən uyumsuzluğu dediyimiz hadisə baş verə bilir. Cinsindən, irqindən, hansı ölkədə doğulmağından asılı olmayaraq əsas burada sevginin olmasıdır və burada sadəcə olaraq tən uyumunun daha düzgün seçilməsi üçün bəylərin öz boylarına uyğun bir xanımlarla ailə həyatı qurmaları onların gələcək həyatdakı yaşaya biləcəkləri bəzi problemlərin də qarşısını almaqda köməklik edə bilər. Bunun kimi videoları vaxtında xəbərdar olmaq üçün YouTube kanalıma abunə olmağı və videomu bəyənməyi unutmayın.